Əziz tamaşaçılar, Milyonların şousu növbəti iştirakçımızla davam edir. Bakıdan Təxminə Qafarova Milyonların şousunda. Xoş gəlmişsiniz Təxminə xanım. Xoş gördük. Nə yaxşı gəldiniz? Çoxdandır hazırlaşırdım, ürəkləmirdim. Tam əmin deyildim deyə. Amma sizi risk elədim. ürəkləndirən kim oldu, nə oldu? Ürəkləndirən qızım oldu. Xoş gəlmişsiniz Aminəm. Və nəhayət gəlmişsiniz. Bəli. Özünüz barədə biraz danışın. Bir qızınız var. Bir də oğlum var. Allah saxlasın. Şagird, qızım tələbə. Əla, harda oxuyur? Bakı Dövlətin Kimya Fakültəsində. Bəs siz nə Birinci oxuyursunuz? kurs tələbəsi. Maşallah. Siz bəs harda işləyirsiniz? Mən Elmi Tədqiqat İnstitutunda işləyirəm, Tibbi Bərpa İnstitutunda. Aha, Neyrofiziologiya. Hər gün xəstələrlə ünsiyyətdəsiz. Bəli, təbii ki. Aydındır. Və gəlin bu oyuna da bir dava dərman tapın da. Kimsə utsun da bu 100.000 manatı. Çox istərdim. Çox istəyirəm ki, bu sizin hekayəniz olsun. Hər iştirakçı üçün bunu deyirəm, amma indi sizi görəndən sonra istəyirəm ki, udasınız. Çox sağ olun, təşəkkür edirəm. Sizə 15 sual hazırlamışam. 15 sualın hamısına cavab versəz 100.000 manat sizindir. 5-ci suala cavab verəndə ilk itirilməyən məbləğ 200 manatı qazanacaqsınız. Sonra ikinci itirilməyən məbləği istədiyiniz məqamda təyin edə bilərsiniz. Və yaddan çıxarmayın ki, bunu nə qədər gec eləsəz bir o qədər çox pulla getmiş olacaqsınız. 50-50-yə köməyi ixtiyarınızda. Dosta zəng ixtiyarınızda. Tamaşaçıların köməyi o da ixtiyarınızda. Nə vaxt istəsəz istifadə edə bilərsiniz. Lap belə birinci sualda da. Yox, düşünürəm ki, ondan daha yaxşı oynayır. 10 milyonların şousu sizin üçün başlayır. Başlayaq. Təxminə xanım, ilk sualım 10 manat qazandırır və sual belədir. Yallı dəstəsinə başçılıq edən şəxsin əlində nə olur? A. Dəftər, B. Yaylıq, C. Çanta, D. Çətir. Çox sevirəm bu rəqsi. Yaylıq. B. Yaylıq. Son qərar. Yaylıq deyirsiniz və yanılmırsınız. Dəftər deyəndə yəqin ki, pul yazılan dəftəri deyiblər. Nəmər dəftəri ilə təsəvvür edin. İkinci sual, 20 manat dəyərində. Çıngıl, qum, sement və su qarışığından ibarət tikinti materialı hansıdır? A. Gips, B. Əhəng, C. Beton, D. Armatur. C. Beton. Son qərar. C. Beton deyirsiniz və yanılmırsınız. Belə təəssürat var ki, tikinti işindən məlumatlısınız. Hardan bilirsiniz bunu? Nə bilim, adi bir şeydir. Yəni elə bir çətin bir şey deyil. O da var. Hələlik. 50 manat üçün oynayırıq. Biraz suallar çətinləşə bilər. Üçüncü sualdır. Biologiyanın bitkiləri öyrənən sahəsi hansıdır? A. Botanika, B. Anatomiya, C. Mikologiya, D. Zoologiya. Düzgün cavab A. Botanika. Son qərar. A. Botanika. Anatomiya niyə deyil? Anatomiya insanların öyrənir. Zoologiya heyvanları öyrənir. Mikologiyada mən bilən Mikologiya göbələkləri göbələkləri öyrənir. olmalıdır. Botanika isə rasteniya. Bəli, bitkilər. Dördüncü sual, 100 manat üçün oynayırıq. Min bir oğul, bir ata, hamısı minib bir ata tapmacasının cavabı nədir? A. Ərik, B. Qarğıdalı, C. Şaftalı, D. Avokado. Əslində eşitməmişəm bu tapmacanı. Amma yəqin ki, qarğıdalı, B. Qarğıdalı. Son Yox, qərar. niyə qarğıdalı? Nə qədərdir onun içində o balaca-balaca? Hə, min bir oğul, bir ata, Bir atın hamısı da... Ərikdə ola bilməz elə. Avokadoda da bir mənalı yox. Ümumiyyətlə... Avokado haqqında tapmaca işləmişsiniz ümumiyyətlə? Yox.
O qabaqdadır, 100 minlik sualdır. Bu isə doğru cavab idi. 100 manatı qazandınız. İndi 200 manat üçün oynayırıq, amma bu elə belə 200 manat deyil. Bu ilk itirilməyən məbləğdir. Və sual budur. Leksik mənalarına görə bir-birinin əksi olan sözlərə nə deyilir? A. Homonim, B. Sinonim, C. Hidronim, D. Antonim. Mənim anam dil ədəbiyyat müəlliməsi olaraq, düzdür. Ona görə azdan çoxdan nəsə də belə bilirik. D. Antonim, son qərar. D. Antonim. Bəli, elədir. Doğru cavab verdiniz. İlk 5 sualı geridə qoymaqla özünüzə ilk itirilməyən məbləği təmin etdiniz. Yəni, oyun necə bitsin, ən azı 200 manatı Azərlatariya sizə ödəyəcək. Daha çoxu üçün isə növbəti sualları verəcəm. Amma ondan qabaq mənim maraqlıdır. Sizə 100 min manat niyə lazımdır? Mən istərdim o 100 min manatı yəqin uşaqlarımın təhsilinə istifadə edim. İndi aldıqları təhsildən daha artıq nə vermək istəyirsiniz ki? Birincisi, oğlum hələ şagird olduğuna görə gələcəkdə ola bilər ki, hansısa bir başqa bir yerə harasa yönləndirmək, indi özünüz də bilirsiniz, harasa getmək mütləq vəsait lazımdır. Qızım da həmçinin düzdür, hal-hazırda oxuyur, amma davam etdirmək üçün yəqin ki, yenə də vəsait lazım olacaq. Başa düşürəm. Uşaqlar pul qoymadı da sizdə. Özümün arzuları başqa olarsa da, amma birinci olardı təbii ki. Gəlin təsəvvür edək ki, uşaqlar təhsilləri üçün necəsə pul tapacaqlar. Onda özünüzə xərcləyəsi olsaydınız. Bəs onda bu 100 min manatın taliyi necə olardı? Xəyalları olmasaq, adi bir əlbəttə ki, səyahət istərdim. Yox, niyə xəyalları qırağa qoyuruq? Elə xəyallardan danışaq. Xəyallar çox uzaqlara aparırdı. Hara? Məsələn, mən istərdim ki, əgər mənim çox pulum olsaydı, hansısa bir yer açım, insanlar, səhv edən insanların, narkomaniya mı deyim, hansısa bir, hər bir insanın səhv atmaq olur da indi, hansısa bir səbəblərdən və s. nəsə səhv atır və onu həyata qayıtmaq üçün kimsə kömək lazımdır. Bizim də cəmiyyətdə köməyə mütləq kimsə olmalıdır ki, köməyə pula bağlı olan bir şeydir. İstərdim bir balaca bir yer olsun ki, kimlərisə kömək, bir insana da kömək eləsən, bilərəm ki, kiməsə mən kömək etmişəm bu həyatda. Necə xeyirxah adamsın? Və mən əminəm ki, Azərbaycanda sizin kimi xeyirxah adamlar çoxdur. Sadəcə uşaqların təhsili imkan vermir. Bəli. 6-cı sual. 300 manatı itirilməyən məbləğ təyin edirsinizmi? Bəli. İtirilməyən məbləğ təyin edirsiniz? Yox, hələm yox. Biraz da oynayaq. Ha, yaxşı. Onda 6-cı sual. Şimali Afrikada yaşayan xalqlar qrupunun ümumi adı nədir? A. Bərbərlər, B. Zərgərlər, C. Nalbəndlər, D. Dülgərlər. Məncə A. Bərbərlərdir, bərbər. Onlar hətta mən biləni hələ müsəlman dinə də müsəlman sitayiş edirlər, məncə. Şimali Afrikada ümumiyyətlə əksər əhali müsəlmandır. Ha, bərbəri. Dülgərlər, zərgərlər. Yox, yəqin ki, A. Bərbərlər, məncə. Bu son qərardır? Son qərar. A. Bərbərlər. Mərakeşin əhalisinin təqribən yarısını təşkil edirlər və ehtimal ki, Yunan Barbaros sözündən yaranıb. Doğrudur. Onların deyəsən sərhada yaşayırlar onlar. Daima belə evləri də yaxşı deyil, belə pis şəraitdə yaşayan bir bərbərlərdir mən bildiyimə görə. Həm də elədir. 7-ci suala çatdıq. 400 manata itirilməyən məbləğ təyin edəcəksiniz. Biraz da oynayaq. Yaxşı. Sual budur. Şəfiqə Eyvazova hansı musiqi alətinin mahir ifaçısı kimi şöhrət qazanır? A. Pianino, B. Skripka, C. Kamança, D. Balaban. Şəfiqə Eyvazova. Şəfiqə Eyvazova. Musiqi hansı ifaçı?
Yadınıza salın. Yadıma salmaq istəyirəm, eşitmişəm də belə. Hətta özüm də musiqi ilə məşğul olmuşam, qızımla musiqi ilə məşğul olub. Doğrudan? Özüm pianino, qızım skripka. Bax, qızınız daha yaxşı bilər. Skripkaçı Şəfiqə Eyvazova tanıyırsınız. Məncə yox. Balaban ifaçısı ümumiyyətlə Azərbaycanda qadın balaban ifaçısı təsəvvür edirsiniz. Yox. Qalır pianino və Pianino kamança. və kamança. İnandırıcı gələn hansıdır? Şəfiqə Eyvazova. Şəfiqə Eyvazova. Onlar zalın köməyindən istifadə etmək. Olar ya, amma özünüz Mən kamança daha çox fikirləşirəm. bəlkə kamança da elə. Kamança daha çox ona fikirləşirəm. Çünki köməklər sonra sizə lazım olacaq. Biraz da düşünüm. Mən Skripka axır yox. həftələr fikir verirəm ki, hamı köməklərdən tez istifadə etməyə çalışır. Biraz bəlkə tələsməyək. Skripka yox. Balaban yox. Pianino 50-50 eləmişsiniz. Skripka və balabanı qırağa qoymaq olar. qoydu. Aha. Pianino və kamança qalır. Şəfiqə Eyvazova. Şəfiqə Eyvazova. Yəqin ki kamança. Bu son qərardır. Bəli, C kamança. C. Kamança. Son qərar. Şəfiqə Eyvazova. Xalq artisti Şəfiqə Eyvazova kamançada ifa edir. 8-ci suala çatdı. 750 manat itirməyən məbləğ təyin edirsiniz. Bir damcı da oynayaq. Bir damcı dediyiniz nədir? Ancaq Biraz da yuxarı Biraz qalxaq. da yuxarı Əgər qalxaq. alınarsa. Gedək, əla gedirik. Əla gedirik, Təminə xanım. Əla gedirik. Sual budur. Atmosfer havasının tərkibinin 78%-ni hansı qaz təşkil edir? A. Oksigen, B. Hidrogen, C. Karbon qazı, yoxsa D. Azot? Atmosfer havasının tərkibinin 78%-i. Azot. Azot. Net. Bir dəqiqə. Həkimsiz deyə məncə bu Çaşmışam, sualın ha. cavabını biləcək. Oksigen çaşdım. Nə? Oksigen? Bəli, istərdim oksigen deyim. A, oksigen deyim. 78%. Tələsmirsiniz. Bəlkə ağlınıza ilk gələn düzdür. Oksigen, hidrogen. Nə düşünürsünüz? Nəyi düşünürsünüz? Mənə də Düşünürəm deyin. ki, bir-iki gün bundan qabaq da təkrarlamışdım, ancaq beynim başımdan çıxıb. Oyuna yəni belə ciddi hazırlaşmısınız. Bir həftədir ChatGPT ilə danışırıq. Doğrudan. Artıq o məndən bezib. Bir dəqiqə, nə soruşuruz ondan? Bütün deyirəm viktorina sualları mənə de. Hansı mövzu deyirəm, o mövzu kimi də sorğu sual edirik. Aha. Hərdən artıq suallar verir. Deyirəm artıq sual vermə, sən sadəcə sual ver mənə. Mən Siz də- ona dediniz ki, mənə bir dənə 100 minlik sual ver, bir dənə ora kimi çataram. Dedim ona biraz ağır biraz suallar ver. Ha, ora qədər hardasa çatdıq. Hətta bu sual da var idi. Var idi. Var idi. Cavabı nə idi? Deyəsən azot idi. Bəlkə elə odur. Azot. D. Azot. Bu son qərardır. Bəli, son qərardır. Çox adam elə bilir ki, biz atmosfer yəni ki, havasını udanda oksigen uduruq. Halbuki oksigen atmosfer havasının cəmi 20%-ni təşkil edir. 78%-ni isə azot təşkil edir. Həyəcandan bildiklərim belə yadımdan çıxır. Çox gözəl. Mən sevinirəm. Mən sevinirəm ki, bildikləriniz belə yaddan çıxır.
Çünki bilmədikləriniz haqqında suallar verəcək. Ən çətini odur. Deməli, onların öhdəsindən gələ biləcəksiniz. Təxminə xanım, Bəli, bir şeyi səmimi etiraf edin. buyurun. Kimlə oynamaq daha maraqlıdır? ChatGPT ilə yoxsa mənimlə? Təbii ki, sizinlə. Təbii ki, sizinlə. İndi açsam ChatGPT-ni oxusam ona da xeyli kompliment edir. ChatGPT sözə baxmır. Artıq suallar danışır, çox danışır, lişni sözlər deyir. Biraz oynayaq. Siz mənə elə gəlir ki, məndən də narazı qalacaqsınız. 9-cu sual. 1500 manat itirilməyən məbləğ təyin edək. İstərdim 1500 məbləğ itirməyən. Hələ 3 köməyiniz var, tez deyil. Eyb yoxdur, qoy olsun. Bax, indi mən ChatGPT-də burada deyir ki, tezdir. Yox, qoy olsun və özümüzə sığorta edək. Bu qərarınızdan sonra ChatGPT də çat verəcək. Yaxşı, 1500 manat itirilməyən məbləğə çevirir. Dokuzuncu sual. Sergio Leone'nin Yaxşı, Pis, Qəzəbli filmində Clint Eastwood'un oynadığı personajın ləqəbi nə olur? A. Sarışın, B. Kapral, C. Şovul, D. Mələyin gözləri. Yadımdadır bu film, indi yadıma salım. Clint Eastwood'un personajı. Ha? Sarışın. Neydi adı? Onu müraciət edirdi. Nə deyirdi ona? Yadınızdadır, dilinizin ucundadır 100%. Sarışın. Krasavka, как он, не красавка. Sarışın. Nə deyirlər? Ay Allah, neydi adı? Baxmısınız da filmə? Baxmışam. Çoxdan baxmışam, heç yadımda deyil nə vaxt idi, amma məktəb vaxtı da olub o film. Nə dilində baxmışsınız? Rus dilində. Rus dilində. Bəli. Gəlin bu sözləri rus dilinə çevirməyə çalışaq. Kapralı çevirməyə heç ehtiyac yoxdur. Mələyin gözləri. Blondinçik. Blondinçik. Sarışın. Cavabınız? A. Sarışın. Bu son qərardır. Bəli, bəli. Necə düşdüyü yadı. Doğru cavabdır. Blondinçik ən yaxşı orada personaj idi də, yaxşını oynayan o idi. Mən həmişə elə bilirdim ki, plaxoy, zloy daha ən pis göroy olmalıdır. Amma əslində ən pis orada plaxoydur, pis olandı. O bursa ondan daha nisbətən daha mülayim idi. Mülayim idi. Mənə necə dəyərləndirirsiniz bu üç ifadə ilə? Blondinçik mənə deyə bilməyəcəksiniz o heç. Xaroş. Xaroş. 10-cu sual və 3000 manat üçün oynayırıq. 3 dənə də köməyiniz qalıb. Yaxşı? Təxminə xanım, Bəli. 3000 manatı qazanmaq üçün bircə sualıma cavab verməlisiniz. Sual da budur. Abdullah bəy Əfəndizadənin Son Türk əlifbası kitabında W hərfi hansı səsi bildirirdi? A, Ü, B, I, C, Ə, D, Ş. Daha çox şeyə oxşadıram, ancaq əmin deyiləm. Çox vaxt indi də kimsə yazışanda fikir vermisiniz də Kirilitsa kimi də. Kiril şeysinin yerinə W hərfindən W hərfi istifadə edir. Bəli. Ona görə daha çox ona oxşadıram. Amma əmin deyiləm. Abdullah bəy, efendim, Son Türk əlifbası. Hətta mənim bir dostum var, Aleksey. Onun qısaca ona Lyoşa deyə müraciət edirlər. Çox vaxt onu SMS yazanda, elə SMS-in vaxtında görürdüm ki, mən onun SMS-lərini oxuyurdum. Yəni, bağışda Lyoşa. Və ona Lyoşa yazanda Ş-nın yerinə W yazırdılar. Yəqin ki, daha iyi ola bilməz. Yox. İ deyil, ha, I-dır. I ola. I, ha, I. Burada məncə, bilməm, mən Ş demək istəyir adam. Çünki gəlin bir dənə başa düşək də, Son Türk əlifbası. Yaxşı. Bu adam A-nın yerinə A yazır, bütün hərfləri yazdı.
Bir dənə də W hərfi qoyub. Hansı hərfin yerinə? Çünki I-nın yerinə qoyarmı, Ü-nün yerinə qoyarmı, Ə-nin yerinə qoyarmı? Əni yerinə qoymaz. Niyə? Bu gedə oxşamır, həm də ki birinci Çox uzaqdır. çox uzaqdır. I necə? I da oxşamır belə baxanda. Ün, Ü, Ş arası. Ü, Ş arası qaldı. Ü, Ş arası. Ü, Ş arası. Türk əlifbasında, yəni Türk dilində də Ü var da, düzdürmü? Türk əlifbasında Ü var. Ş da var. Ş da var. Bəlkə I yoxdur deyə. Yoxsa Türk əlifbasında I da var. I-dır. Var. Necə yoxdur? Var. Yəqin ki var. Bilmirəm. Fikir verin, Ə yoxdur Türk əlifbasında. Bəlkə Ə-nin yerinə qoyub. Çünki Ə-nin yerinə nə qoyacaqsan? Əni yenə hələ Ə qoyacam. Onlar zaldan kömək edir. Olar. Amma eyb yoxdur, olsun zaldan. Hiss edirəm ki, köməkdən istifadə eləməyi də istəmirsiniz, amma Tam mən siz nəyə tuta bilməmişəm ki, bu sual çətin sual sayılmalıdır, yoxsa yox. 3000 manat vəd edir deyə asan sual deyil. çətin də deyil, asan da orta Ona görə gəlin tamaşaçılardan soruşun. istifadə. Bəli. Əziz tamaşaçılar, sizdən xahiş edirəm pultları əllərinizə götürürsünüz. Abdullah bəy Əfəndizadənin Son Türk əlifbası kitabında W hərfi hansı səsi bildirirdi? Düşünün, Ü-dürsə A sıxın, I-dırsa B sıxın, Ə-dirsə C sıxın, Ş-dirsə D sıxıb fikir bildirə bilərsiniz. Buyurun, fikir sizdə. Ş. 62%. Əgər bu qoyda fərq varsa, yəqin ki zala inanaq. 21% də C deyir. C. Yəni Ə. Yox, heç inanmıram. İnanmırsınız. Yox. Ş? Yəqin ki Ş. İnanaq. Variant D, Ş, son qərar. Tələsmədiniz. Tələsdim. Hələ 2 köməyiniz də var idi. Təminə xanım. Onlar dedi, siz də inandınız. Çünki Ş hərfini o İngiliscə SH elə də göstərə bilərdi. Cavabı bilmək istəyirsiniz? Bəli. Birdən qırmızı işıq yansa studiyamızda onda. Neyniyək? Ən azı 1500 manatla gedəcəksiniz də. Azərlotereya sizə yəni təminat altına aldığınız o məbləği ödəyəcək. Cavabı öyrənməyə hazırsınız? Bəli. Gözü bağlı niyə? Qorxduğum üçün. Qorxmayın. Bəlkə düz cavab vermisiniz. Cavab. Heç ağlıma gəlməzdi. Mənim də ağlıma gəlməzdi. Cavab B-miş. Heyf. Eyb yoxdur. Eybi yoxdur. Eybi yoxdur. 1500 manat qazandınız və bu pulu sizə Azərlotereya ödəyəcək. Çox sağ olun. Təminə xanım, Bəli. sabah işə necə gedəcəksiniz? Normal. Heç nə olmamış kimi. Əlbəttə ki. Niyə? Axı hamı baxıb, hamı görən kimi deyəcək ki, Hələ heç kəsə deməmişəm. Sabah deyəcəm. sabah bütün ölkə biləcək ki, siz milyonların şousundaydınız. Təşəkkürlər Çox gəldiyiniz sağ üçün. olun. Sağ olun.